Bu dersimizde HTML sayfasında olan etiketi ID, class ve query selector metodundan istifadə edərək seçməyə çalışacağıq. İlk olaraq index.html sayfasında ID və class'a görə bu şəkildə etiket tanımlamışıq. Mən gəlib index.js'də const div 1 bərabərdir document nöqtə get element by id'yə görə div 1 yazıram və konsola burada const olmalıdır və konsola div 1'i yazdığım zaman baxın bu şəkildə div və id'si div 1 olan etiketim gəlmiş oldu və buna da baxdığım zaman bir neçə özəllik və metodları burada görmüş ola bilirik. Misal inner HTML və inner text salam yazısı bu şəkildə gəlmiş oldu. Və hətta mən bunu yenilədiyim zaman bəzən bu şəkildə də gəlir. Yəni etiketi bizə qaytarmış olur. Ancaq mən gəlib burada class'a görə seçmək istəsəm, misal get elements by class name metodundan istifadə edəcəm. Burada da nəzər yetirsək, baxın elements, yəni cəm şəklində gəlmiş oldu. Yəni ID isə get element by ID kimi yazırdıq. Buna səbəb index.html'də ümumiyyətlə HTML sayfasını keçdiyim zaman demişdim ki, burada ID unikal olmalıdır. Yəni ikinci bir ad yazılmamalıdır. Ancaq class'da fərq ondan ibarətdir ki, class'da ikinci bir adda yaza bilərik və yaxud da ki, eyni class name-dən ikinci dəfədə yazmış ola bilərik. Index.html-ə gəlirəm və bura div 2 yazıram. Və konsola div 2 yazdığım zaman baxın HTML collection şəklində div etiketim div 2 və second, yəni ilk olaraq birinci class name adı gəlmiş oldu. Daha sonra yenə div etiketim və ikinci class name adım bu şəkildə yazılmış oldu. Və HTML collection'da da baxın 0-cı indeksdə birinci divim, birinci indeksdə isə ikinci divim bu şəkildə gəlmiş olacaqdır. Mən misal bura second yazsam, baxın sadəcə 0-cı indeksdə birinci divim gəlmiş olacaqdır. İndi keçən dərsimizdə HTML collection'ı keçdiyim zaman bir belə deyək metodu, yəni loopları mən deməmişdim. Misal HTML collection'ı loopdan da istifadə edə bilərik. Misal for let value of div 2 yazıram və dırnaqlı mötərizəni qoyuram, konsola value-nu əlavə edirəm. Və baxdığım zaman div 2 və second class-ı gəlmiş oldu. Ancaq hətta bunu mən div 2 yazıram və div 2 yazdığım zaman baxın birinci divim və ikinci divim bu şəkildə gəlmiş oldu. Ancaq bunu yəni HTML collection-ını for of döngüsü ilə yazmaq bir qədər warning xətası verə bilər. Misal bəzi brauzerlər bunu qarşılamaya bilər. İndi Chrome və Firefox kimi platformalarda bu qarşılanır, yəni xətasız qarşılanır. Ancaq digər brauzerlər vardır ki, for of döngüsü ilə HTML collection içərisindəki elementləri ayırdığımız zaman xəta vermiş olacaq. Ona görə də ən yaxşı yolu ondan ibarətdir ki, mən gəlib burada let value bərabərdir split metodundan istifadə edirəm div 2 şəklində və gəlirəm burada for let value of value yazıram və dırnaqlı mötərizəni açıram, konsola value-nu bu şəkildə yazıram və baxdığım zaman yenə eyni cavab gəlmiş olacaqdır. Yəni bu artıq bir çox brauzerlər bunu dəstəkləmiş olacaqdır. Ancaq HTML collection-ını for of loop ilə yazdırdığımız zaman bəzi brauzerlər dəstəkləməyəcəkdir.
Və son olaraq ən çox istifadə olunan query selector metodudur ki, bura mən query selector yazıram və ilk olaraq etiketə görə seçmiş oluram. Konsola div yazıram və baxdığım zaman ID'si div 1 olan div etiketim gəlmiş olur. Yəni query selector yalnız index.html faylında yalnız bir etiketi bizə qaytarmış olur. Burada əgər mən birdən çox etiketi görmək istəsəm, query selector all metodundan istifadə edəcəm. Baxın, node list şəklində massiv içərisində 3 div etiketim bu şəkildə gəlmiş oldu. Bu node list HTML collection'dan fərqi ondan ibarətdir ki, array metodlarını istifadə edə bilirik və mən bunu ayrı dərs kimi keçmək istəyirəm. HTML collection ilə node list arasındakı fərqi. Ona görə də bu şəkildə bilmiş olun. Baxın, burada 0-cı indeksdə birinci divim, 1 və 2-ci indeksdə isə class name ilə tanımlanmış 2-ci və 3-cü divim gəlmiş oldu. Və daha sonra index.html-də ID-yə görə mən seçmək istədiyim zaman gəlirəm, burada hashtag işarəsini qoyuram və div 1 yazıram. Konsola baxdığım zaman baxın, ID'si div 1 olan div etiketim gəlmiş oldu. Və yaxud da ki, klasa görə seçmək istəyirəm. Nöqtə qoyuram və bura div 2 yazıram. Və ikinci div 2 və second div etiketim bu şəkildə gəlmiş olacaqdır. Yəni dediyimiz kimi query selector yalnız tək bir etiketi qaytarmış olur. Yəni burada 2 dənə klası div 2 olan 2 dənə divim vardır. Gəlirəm, burada query selector all'dan istifadə edirəm və yeniləyirəm. Baxın, node list şəklində div 2 və second klasında olan divimi və ikinci div və div 2 etiketimi bu şəkildə görmüş ola biləcəm. Yəni burada biz index.html-də həm ID-yə, həm klasa, həm də query selector və query selector all metodundan istifadə edərək divlərimizi bu şəkildə seçmiş olduq. Gələn növbət dərsimizdə artıq HTML collection ilə node list arasındakı fərqi öyrənməyə çalışacaq. Bu dərsimizdən də bu qədər. Gələn növbət dərsimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.